Salam. Səninlə Sistem, Guru, Markets. Şirkət haqqında ümumi məlumatla başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Sözü gedən şirkətin bütün parametrlərini daha diqqətlə öyrənə bilərsiniz. Korporasiyanın cari fəaliyyətini nəzərdən keçirəcək MVDA, CORP, TİCGER, N və DA. Baxış 23 mart 2025-ci il tarixinə olan cari məlumatlardan istifadə etməklə aparılmışdır. Təsnifatına görə Guru, Markets Korporasiya MVDA, CORP alt kateqoriyaya aiddir. A. Qiymətləndirmədə 20 təşkilat iştirak edir. Bu, kifayət qədər təmsilçidir. Bu videonun sonunda sifariş həllərinə baxacağıq. Tədqiq olunan şirkət üçün ümumi nəticə belədir. 10 baldan 3,5 bal. Alt kateqoriya üzrə orta nəticə 3,5 baldır. Geniş baxsanız, bütövlükdə bütün bazar daxilində. Bütövlükdə bazar üzrə orta nəticənin 1,9 bal olduğunu görə bilərsiniz. Şirkətin 3,5 balına qarşı MVDA, CORP. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi MVDA, korporasyon və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görürük. MVDA, CORP 31,7% dinamika nümayiş etdirib. 31,3% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Bu qətiyyən heç nə demək deyil, amma bu faktı nəzərə almaq lazımdır. Şirkətin bazar kapitallaşması MVDA, CORP 2872,42 milyard dollar dəyərində qiymətləndirilib. 2,899 milyard dollarlıq alt kateqoriyalı bazar kapitallaşması ilə. MVDA, korporasyon 99,86% paya malikdir və alt kateqoriyanın əsas lideridir. Şirkətin balans kapitallaşması 78,34 milyard dollar həcmində qiymətləndirilir. 84 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə. MVDA, korporasyon 93,704% paya düşür. Bazar və balans dəyərinin işğal edilmiş səhmlərinin müqayisəsini apararaq aşağıdakıları görə bilərik. İşğal olunmuş pay MVDA, korporasyon alt kateqoriyada bazar dəyəri qiymətləndirilərkən 99,86% təşkil edir. Balansın kapitallaşması 93,704% təşkil edir. Bu da bazar dəyərinin payından 5% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi, PIS, -1 bal. Təhlil edilən şirkətin maliyyə öhdəlikləri 10,186 milyard dollar təşkil edir. Balans dəyərinə olan maliyyə öhdəlikləri şirkətin kapitalının 13%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri üçün bal, yaxşı, 1 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 39,4-dür. Alt kateqoriya üzrə orta göstərici 40,7-dir. Bu, alt kateqoriyadan 3% aşağıdır. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin fond bazarı dəyərinin onun mənfəətinə qiymətləndirilməsi, yaxşı, 1 bal. Son 12 ayda mənfəət 72,894 milyon dollar təşkil edib. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 107,933 milyon dollar olacağı gözlənilir. İndikindən 48,1% çoxdur. Proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin qiyməti gəlir balansı 22-dir. Alt kateqoriya üçün orta göstərici 22-dir və bu alt kateqoriyadan 0% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə onun gəlirinə bazar dəyərinin göstəricilərinin qiymətləndirilməsi, dözümlü, 0 bal. Son 12 ayda gəlir 135,120 təşkil edib. Gələcək 12 ay üçün gələcək gəlirin ilkin olaraq 193,260 milyon dollar olacağı gözlənilir.
Bu, indiki vaxtdan 48% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək satış həcmlərinin göstəricilərinin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Marja 55,9%, alt kateqoriyada orta hesabla 54%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 1,9% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 53,4% təşkil edir. Bu, bazar kapitallaşma payından 86% azdır. Və bu, təşkilatın cari mübadilə qiymətinin balanssızlığını əks etdirir. NVIDIA Corporation yəqin ki, yenidən qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən bazar kapitalının məbləği $79,774 min dollardır. Və alt kateqoriya üçün $42,992 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 85,6% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkət kapitalının miqdarının qiymətləndirilməsi. Dözümlü, 0 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği $2024,4 min dollardır. 1056,8 min dollar alt kateqoriyada orta hesabla. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 92% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Şirkətin hər bir işçisinin gəliri $3,625 min dollardır. Alt kateqoriyaya görə $1958 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 85%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən gəlir payının qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Satışa çıxarılan səhmlər %1, alt kateqoriya üçün orta hesabla 1,2% təşkil edir. Bu, qısa bir sıxılmanın mümkün riskinin qiymətləndirilməsidir. Göstərici RSI 14 şirkət üçün %46 səviyyəsini göstərir. NVIDIA Corporation. Alt kateqoriya üçün bu səviyyə təxminən 46% təşkil edir. Orta hesabla alt kateqoriyadakı qiymətli kağızlar səhmlərlə eyni qiymətə verilir. NVIDIA Corp. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $118. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $173. Faktiki təxminlə konsensus təxminləri arasındakı fərq təxminən 47%dir. Sizin üçün mövcud olan sifarişlər cədvəlinə baxaq. Link bağlanmış şərhdədir. Sifariş cədvəlində məlumat və arayış sistemi tərəfindən müəyyən bir mövsümdə qəbul edilmiş bütün qərarlar var. Guru, Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Qiymətli kağızların qiymətləndirilməsinin nəticələrinə əsasən NVIDIA Corporation. İnformasiya sistemi Guru, Markets qərar qəbul edilib. Sövdələşməni açmayın, çünki cari video icmaldır. Sona qədər izlədiyiniz və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru, Markets. Siz həqiqətən bütün dünyanın ən gözəl tamaşaçısınız.